Vaxtınız xeyir olsun. Bugün Güvən 2025-ci il nəşri olan test toplusundan dövri sistem dövrü qanun atomun quruluşu bölməsində 2.4-cü bölmə olan hissə olan atomun bəzi xassələrin dövrlülüyünün suallarına baxacaq bir yerdə. Gəlin başlayaq. Birinci sual. Qısa elektron formulları verilən elementlərdən hansı daha güclü oksidləşdiricidir? Gəlin təkrarlayaq. Deməli, oksidləşdirici xassə güclü olması üçün qısa konkret belə bir qayda var. Elementin öz dövr nömrəsi öz qrup nömrəsindən nə qədər kiçik olarsa, element güclü oksidləşdirici olur. Bunun əksi olduqda isə, yəni dövrü qrupundan böyük olduqda isə, bu zaman olur güclü reduks edici metal xassəli. Bizə lazım olan güclü oksidləşdirici, yəni qeyri-metal xassəlidir. Gəlin baxaq. Dövrü qrupundan daha kiçik olan verilən variantlarda 2s2, 2p5'dir. Yəni bu elementin qısa elektron formuludur. Qısa elektron formulu nəyə deyilir? Element atomunun ən son təbəqəsindəki olan elektronlar qeyd olunur və həmçinin ən son təbəqə qeyd olunur. D variantında verilən elementin ən son təbəqəsi 2 ilə bitifdir. Demək, ikinci dövrdür. Ən son təbəqədə olan elektronların cəmi isə S-də 2P'də 5, 7A. Yəni S ilə P'dəki elektronların cəmi qrupun nömrəsidir əsas yarım qrup elementlərində. Dövr nömrəsi 2, qrup nömrəsi isə 7A yarım qrupu. Və gördüyümüz kimi qrup dövrdən daha böyükdür. Ona görə də D variantında olan elementin qısa elektron formuluna görə baxırıq ki, bu element atomunun elektron quruluşuna görə bu daha qüvvətli qeyri-metaldır və həmçinin də güclü oksidləşdiricidir. Cavab olur D variantı. Növbəti. İkinci, hansı element dövrü sistem cədvəlində yerləşdiyi qrupa bərabər valentlik göstərə bilmir? Deməli, belə bir qayda var. Element atomu qrupun nömrəsi qədər tək elektron əmələ gətirirsə, qrupun nömrəsinə uyğun valentlik, yəni qolların sayı göstərə bilər, qolları ola bilər. Əgər element atomu həyəcanlana bilmirsə, qrupun nömrəsinə uyğun tək elektron əmələ gətirə bilmirsə və yaxud da valent elektronlarını tam istifadə edə bilmirsə, ona görə də bu element atomu qrupun nömrəsinə uyğun valentlik göstərə bilmir. Çünki həyəcanlanma tam olmur deyə avtomatik tək elektronlar da ona uyğun əmələ gələ bilmir. Sadə bir yol var. Deməli, telefon sözündəki FON, yəni fon. Fon elementləri, yəni flor, oksigen, azot qrupun nömrəsinə uyğun valentlik göstərə bilir. Nəyə görə? Sırf bu elementlərdə həyəcanlanma olmur. Həyəcanlanma olması üçün qaydamız nə idi? Demişdik, yəni təkrarlayaq. Həyəcanlanma olması üçün element atomunun ən son təbəqəsində deməli boş xana olmalıdır və ondan əvvəl cüt elektron. Deməli, cüt elektron və həmçinin cüt elektron olan həmin o xanadan əvvəl sonra daha doğrusu boş xana. Yəni bu iki şərt olmasa atom həyəcanlana bilmir. Məsələn, deyək ki, flor. Floru kodlaşdıran zaman 9-u 1s2, s2, 2s2, 2p5. Ən son təbəqə ikinci təbəqədir. İkinci təbəqədə bildiyimiz kimi ancaq s və p yarım səviyyəsi var. S yarım səviyyə 2 elektron, p yarım səviyyə isə 3 xana, 1, 2, tək 3, sonra 4, 5. Gördüyünüz kimi ikinci təbəqədə S tam doludur, P-də isə 2 cüt bir tək elektron var və boş xana yoxdur. Boş xana olmadığına görə flor həyəcanlana bilmir və florun normal birləşmələrində, molekulların daxilində florun valentliyi 1 valentli olur. Çünki 7 tək elektron əmələ gətirmir deyə 7 valentli ola bilməz. Eyni tendensiya oksigende gözlənilir və həmçinin də azotda. Ona görə də fon elementləri qrupun nömrəsinə uyğun valentlik göstərə bilmir. Cavab olur burada. Verilən elementlərdən hansı var burada? Deməli, azot. N. Azot maksimum valentliyi 5 ola bilmir. Ancaq 4 valentli olur. Növbəti. Dövr daxilində əsas yarım qrup elementlərinin atom radiuslarının onların sıra nömrəsindən asılılığı. Bildiyimiz kimi dövr daxilində sıra nömrəsi soldan sağa doğru artır və sıra nömrəsi artdıqca bildiyimiz kimi eyni dövr daxilində təbəqə nömrəsi eyni qaldığına görə təbəqə sayı dəyişmir. Nüvə ətrafındakı elektron təbəqə sayısı eyni qalır. Sadəcə soldan sağa getdikcə nüvə yükü artdığına görə, proton sayı artdığına görə nüvə böyüyür və həmçinin neytron sayı da artır. Ancaq nüvə böyüdüyünə görə əsas səbəb proton sayıdır. Proton sayısı artdıqca nüvə ətrafında elektron sayı da artır və avtomatik nüvənin ətrafındakı
gördüyünüz elektron təbəqələr nüvəyə daha da yaxınlaşır. Nəyə görə? Çünki nüvədəki müsbət yüklü proton nüvə ətrafındakı elektronları özünə daha çox cəzb edir və bu cəzb etmə artdıqca avtomatik eyni təbəqə sayısı nüvəyə daha çox yaxınlaşır deyə məsafə azalır. Ona görə də dövr daxilində soldan sağa getdikcə avtomatik belə deyək, radius kiçilir. Yəni tərs asılıdır C variantı. 4. Elektron formulu verilmiş əsas yarımqrup elementlərinin metallıq xassəsini müqayisə edək. Deməli, müqayisə edin deyir. Qayda budur ki, qabaqdakı dövr nömrəsi qrup nömrəsindən nə qədər böyük olarsa, element atomu bir o qədər qüvvətli metal xassəli və yaxud da reduksiya edici xassəli olur. Avtomatik gəlin baxaq. Qrup nömrəsi S1, S1, S1. Hamısında qrup nömrəsi eynidir. Avtomatik qrup nömrəsi eyni olduğuna görə dövr nömrəsi baxırıq. Dövr nömrəsi ən böyük olanın metallıq xassəsi daha güclü olur. Ona görə də metallıq xassə ən güclü 4s1-dir. Çünki dövr 4 qrup 1-dir. Daha sonra 3s1 və ən zəifi burada 2s1-dir. Ona görə də 2 böyükdür 3-dən, o da böyükdür 1-dən. Yəni qayda nədir? Dövrü qrupundan daha böyük olan qüvvətli metaldır. Qrup eyni olan zaman dövrü daha böyük olan yenə qüvvətli metaldır. Dövrü qismən kiçik olan zəif metaldır. Ancaq dövr böyük olan zaman qüvvətli metaldır. Ona görə ən qüvvətli metal 4s1-dir burada, elektron quruluşa malik olan, sonra 3s1, sonra 2s1. Növbəti 5-ci. Hansı halda dövr sistemində birinci və ikinci istiqamətlərdə elementlərin proton saylarının və metallıq xassələrinin dəyişməsi doğru göstərilibdir? Qısa konkret deyək, deməli bir istiqamətdə avtomatik proton sayısı ancaq artır. Yəni proton sayısı bir nöqtə yuxarı sol tərəfdən başlayanda həm yuxarıdan aşağı artır, həm soldan sağa. Gəlin təkrarlayaq. Qruplar üzrə 6-6 elementlər düzülən zaman proton sayının artması ən az 2 vahiddir və daha sonra 8, 18 və ən çox 32 vahiddir. Soldan sağa isə proton sayısı dövr daxilində ardıcıl element xanalarında 1 vahid artır. Metallıq xassəsi isə dediyimiz kimi yuxarıdan aşağı radius artdığına görə, təbəqə sayı artdığına görə avtomatik metallıq xassəsi artır. Ən son təbəqədəki elektronu metal atomu rahat verir, daha asan verir. Soldan sağa getdikcə isə bayaq dediyimiz kimi təbəqə sayısı eyni qalır, ancaq nüvə böyüyür və elektron sayısı artdığına görə təbəqələrdəki elektronlar nüvəyə daha çox cəzb olur deyə avtomatik metallıq xassəsi zəifləyir, yəni element atomu elektron alır, vermir. Bir istiqamətdə metallıq xassə deməli artır, yuxarı istiqamət, daha doğrusu bir istiqamətində azalır, soldan sağa getdikcə metallıq xassəsi azalır. 2 istiqamətdə isə yuxarıdan aşağı qrup daxilində artır. Proton sayısı isə ancaq artır. Həm soldan sağa, həm yuxarıdan aşağı. Avtomatik artır, azalır, artır. D variantı. Növbəti. 6-cı sual. Neytral halda hansı elektron formuluna malik olan element atomları yalnız reduks edici bir və yalnız oksidləşdirici xassəyə malik olur, xassəli olur, xassə göstərir. Gəlin baxaq. Deməli, birinci nə deyir? Birinci deyir ki, yalnız reduks edici, yəni qüvvətli metal xassəli. Gəlin baxaq, verilən bu ifadələrdə ən qüvvətli metal dövrlər eyni olan zaman qrupu ən kiçik olan, yəni C variantı 2s2. Bəli, 2s2-nin əvvəlini dolduraq, konfigurasiyanı tamamlayaq. 1s2, 1s2, 2s2, yəni 4 elektron. 4 elektron sayına malik olan, yəni 2A yarımqrup elementdir, yəni 2s2-yə baxaq. 2A yarımqrup elementindəki olanlar isə demək olar, demişdik, hamısı metallardır. Bəli, 2A yarımqrupu qələvi torpaq elementləri, berilyum, maqnezium, kalsium, stronsium, barium, radium, bunların hamısı qələvi torpaq metallardır. Yəni bunların hamısı metaldır. Stronsium, barium və radium. Bəli, bunların hamısı qələvi torpaq metalları getdiyinə görə ancaq və ancaq reduksiya edici xassəli atomlardır, elementlərdir. Onda yalnız reduks edici birə aiddir B. 2. Yalnız oksidləşdirici dövrü eyni olan zaman qrupu ən böyük. Burada qrupu ən böyük olan ən son elektron quruluşu 2s2, 2p5 olan, yəni əvvəli doldursaq 1s2, 2s2, p5, yəni ikinci dövrün 7A qrupu, əlbəttə ki, bu flyordur, ən qüvvətli qeyri-metaldır və ən qüvvətli qeyri-metal da olacaqdır yalnız oksidləşdirici xassə, yəni 2-yə aiddir A variantı, gördüyünüz kimi. Cavab olur 1B, 2A. 1B, 2A. Burada bir şey də var ki, 2s2, 2p3-də
burada yəni xassə cəhətdən belə deyək də 5 A yarım qrup elementidir. 5 A yarım qrup elementi həm oksidləşdirici ola bilər, elektron ala bilər, həm də ola bilər reduks edici. Deməli, burada belə deyək, 1-ə aid olan yox, daha doğrusu. Bir nədir? Yalnız reduks edici C-dir əlbəttə. 2S2, yəni bu qüvvətli metaldır. İkinciyə aid olan yalnız oksidləşdirici isə A-dır. Bəli, 1C2A, yəni B variantı. B-nin özü isə burada, bayaq dediyim kimi 5A yarım qrup elementidir. 5A yarım qrup elementi həm elektron ala bilər, yeri gəlsə, həm də elektron verə bilər. Yəni hər iki xassəli, həm oksidləşdirici ola bilər, həm də reduks edici ola bilər. Ancaq ən qüvvətli qeyri-metal fluor yalnız oksidləşdirici olur. Metallar isə yalnız olur reduks edici. Növbəti. 7-ci sual. Elektron formu verilmiş hansı element daha güclü qeyri-metallı xassə göstərir? Yəni dediyimiz kimi, mümkün dərəcə dövrü daha kiçik, qrupu daha böyük. Və bu şərti ödəyən B variantıdır. 2S2, 2P5. Bəli, dövrü 2, qrup isə 7A. Ən böyük qrup, ən kiçik dövr mümkün dərəcə. Ya da dövrlər eyni olanda qrup ən böyük olan. Növbəti. Qrup daxilində əsas yarım qrup elementlərinin atom radiuslarının onlara sürülməsindən. Qısa konkret qrup daxilində sıra nömrəsi artdıqca aşağı düşürük. Dövr daxilində sıra nömrəsi artdıqca soldan sağa gedirik. Qrup daxilində deməli sıra nömrəsi artdıqca yuxarıdan aşağı düşürük və yuxarıdan aşağı düşən zaman radius sıra nömrəsi ilə düz asılı olur. Yəni radius artır avtomatik və eyni zamanda yuxarıdan aşağı düşən zaman sıra nömrəsi artır. O da avtomatik olur düz asılı. B variantı. Elektron formu verilmiş hansı element metaldır? Qısa konkret. Dövr daha böyük, qrupu daha kiçik. Bu verilən şərtdən dövrlər eyni olan zaman qrupu ən kiçik olan hansıdır? 3S2P1. Bəli, burada mümkün dərəcə 3-cü dövrlərə baxırıq. 3-cü dövrlərdə qrupu ən kiçik olan 3S2P1 3A yarım qrup elementi olan hər hansı bir atomdur. O C variantında yerləşir. 13 sual. Elektron formu verilmiş hansı elementin metallı xassəsi daha güclüdür? Bəli, qısa konkret metallı xassə daha güclü olması üçün dövrü qrupuna daha böyük olmalıdır. O da avtomatik C variantıdır. 3-cü dövrün 2A-sı. Dövrlər eyni olan zaman qrupu ən kiçik olan metaldır. Qrupu ən böyük olan mümkün dərəcə qeyri-metal xassəlidir. Və buradan da dövrü daha böyük olan C variantıdır. 11-ci sual. Elektron formu verilmiş elementlərin metallı xassələrini müqayisə edin. Əsas yarım qrup elementləri axırıncı elektronları S və P də bitənlər, onları müqayisə edək birinci. Deməli 1 və 2-yə baxırıq. Dövrü ən böyük olan 4S1-dir, ən böyük 2-dir. Dövrü qismən kiçik olan 3S1-dir, sonra 1 gəlir xassə cəhətdən və D yarım qrup elementləri bütün əsas yarım qrup metallarından zəifdir. Yəni harda D bloku görsəz, D elektronları olan metal görsəz, element görsəz, bu D elementləri hamısı metallardır. Ümumiyyətlə D və F elementlərin hamısı metal xassəli maddələri, elementlərdir, metallardır. Və bu D elementləri bütün əsas yarım qrup elementlərindən, metallarından zəifdir. Ona görə də 2 böyükdür, 1-dən o da böyükdür 3-dən. 2, 1, 3 B variantı. 12-ci sual. Verilmiş istiqamətdə atomun hansı xassəsi artır? Yuxarıdan aşağı demişdik, metallı aid olan xassə, metallı xassə, atom radiusu, həmçinin reduks edicilik və əsasilik xassəsi artır. Eyni zamanda avtomatik demişdik ki, proton sayı, neytron sayı və elektron sayda hamısı artır. Burada xassəsi deyirsə, xassə ilə kəmiyyət qarışdırmayaq. Proton sayısı say, kəmiyyətdir. Atom radiusu ölçü vahidi olaraqdan da gedir. Yəni burada ümumi sual verir yəqin ki. Burada ümumi sual verdiyinə görə də avtomatik artan kəmiyyətlər, artan nələrdirsə, atom radiusu və eyni zamanda proton sayı. Bunların hər ikisi artır. 1 ilə 3 yuxarıdan aşağı getdikcə A variantı. 13. Dövr sistem cədvəlinin kiçik dövrlərindən birisi verilmişdir. Bildiyimiz kimi kiçik dövr elementləri hansılardır? Birinci, ikinci, üçüncü dövr. Birinci dövrdə 2 element var. İkinci dövrdə 8, 3, 8. Deməli, X, Y, Z elementlərinin proton sayının artması. Demişdik ki, proton sayısı yuxarıdan aşağı kəskin artır. Ən az 2 və 8 vahid artır. Daha sonra 18, 32. Soldan sağa isə 1 vahid artır. Proton sayısı ən çox olan, deməli, ən aşağı, ən sağda Z-dir, ən böyük olan. Z-dən əvvəl qismən az olan Y-dir və ən az olan X-dir. Onda müqayisə etsək, Z böyükdür Y-dən, o da böyükdür X-dən. Z, Y, B variantı. 14. Hidrogen ilə RH2 tipli uçucu birləşmə əmələ gətirən elementin dövri sistem cədvəlində yerləşdiyi yarım qrupunu eləyin. Burada ən asan yol nədir? Uçucu söhbəti olanda, rahat yolunu deyim sizə, uçucu söhbəti olanda qrup nömrəsi
bərabərdir 8 çıxılsın hidrogen sayısı. Əgər 30 olanda, gəlin sübut eləyək. Deməli, burada N qrup nömrəsi bərabərdir 8 çıxılsın RH2-dəki hidrogen sayısı 2. O da N qrup nömrəsi bərabərdir 6A. Əgər uçucu olmayan desə, yəni bərk halda olan desə, onda avtomatik ikinci bir qayda var. N deməli hidrogen sayısı RH birləşməsindəki hidrogen sayısı bərabərdir N qrupun nömrəsinə. Ən rahat yolu budur. Bəli. Desəydik ki, burada uçucu olmayan birləşmə, onda avtomatik hidrogen sayısı 2, 2 yarım qrupudur. Uçucu birləşmə deyəndə isə 8 çıxılsın hidrogen sayısı. Bəli, bu hər zaman ödəyir. Bəli, burada olur 6 yarım qrupu. 15-ci sual. Hansı elementlərin əmələ gətirdiyi baş oksidin 1 molunda eyni sayda atom var və atom sayısı bərabərdir. Deməli, gəlin baxaq. Baş oksidlər necə formalaşır? Əvvəlcə baxırıq elementin qrup nömrəsinə. Birinci verilən variantda elementin qrup 5A-dır. 5A qrupundakı element R elementi oksigenlə birləşən zaman, hər zaman əksər elementlər oksigenlə birləşəndə qrupun nömrəsi qədər elektron verir. Oksigen isə 6A yarım qrupu olduğuna görə çatışmayan 2 elektron alıb tamamlayır. Yəni element atomları oksigenlə birləşəndə maksimum oksidləşmə dərəcəsində olur. Bu hansı qaydadır? Element atomu maksimum oksidləşmə dərəcəsində olan zaman göstərdiyi oksidləşmə dərəcəsi verdiyi elektronların sayısı bərabərdir qrupun nömrəsinə. Bu düstur həmişə ödəyir əksərən. Bəs bunun əksi var. Minimum oksidləşmə dərəcəsi. Bu nə deməkdir? Element atomunun ən son təbəqəsində özündə nə qədər elektron varsa, çatışmayan alıb 8-dir. Bunun qaydası nədir? Minimum oksidləşmə dərəcəsi bərabərdir N qrup nömrəsi çıxılsın 8. Düstur hardan başlayır? 4-dən böyükdür, bərabərdir və x o da kiçikdir 8-dən. Bəli, bu şərt ödür 8-dən kiçik olan kimi, yəni 7-yə kimi. 4, 5, 6, 7-ci qruplar. Maksimum oksidləşmə dərəcəsi isə N-in qiyməti 1-dən böyük bərabərdir. Yəni 1-dən başlayaraqdan 2, 3, 4, 5, 6, 7, hətta 8 daxildir. Gəlin baxaq. Birincidə 2s2 2p üstü 3. Deməli, burada dövr 2 qrup 5A-dır. 5A qrup elementi 5 valent elektron verir. Oksigen də mənfi 2-sini alır. Çarpacaqdan R2O5. Ayağındakı atomların cəmi indeksləri cəmi 2 plus 5, 7. İkincidə isə 2s üstü 2, 2p üstü 2. Deməli, dövr 2-dir. Qrup nömrəsi 2, 2, 4-dür. Dördüncü qrup element müsbət 4 olur. 4 elektron verir və oksigen də mənfi 2 olur. İkisini alır. Çarpaz R2O4, yəni RO2. 1R, 2 oksigen, yəni 3 atom. Qısa konkret yazaq. 2R, 5 oksigen. Burada eləyir 7 atom. 3s2p4, 6-cı qrup elementdir. 3-cü. 6-cı qrup elementin oksigenlə birləşməsi R müsbət 6, oksigen mənfi 2, R2O6, yəni RO3 sadə formula. 1R3 oksigen edir 4 atom. 3s1-də isə 4-cü. R birinci qrup element müsbət 1, 3s1-də 1 valent elektron var və oksigen mənfi 2 olur R2O. 2R, 2R element hər hansı indeksi 2-dir və 1 oksigendir, edir 3. Bəli, atomların cəmi 3 eləyir. Gördüyünüz kimi elementlərin oksigenlə birləşməsinin ali oksidlərində indeksindəki atomların cəmi eyni olan 2 və 4-dür. Hər ikisində 3 atom var. Cavab olur 2 ilə 4, yəni B variantı. Növbəti. Gəlin baxaq, 16-cı sual. Eyni dövrdə yerləşən elementlər x, y-dir. Eyni dövr, yəni üfüqi istiqamətdə, eyni yerdə. X-in qrupu 2-dir. Deməli, soldan sağa gedirik. Y isə 5A-dır. Deməli, X 2A-da yerləşir və Y 5A-da yerləşir. X və Y elementləri üçün hansı müqayisələr doğrudur? Eyni dövrdə, deməli, soldan sağa gedən zaman qrup nömrəsi artır. Avtomatik soldan sağa gedən zaman proton sayısı, nüvə yükü, elektron sayısı, həmçinin nisbi atom kütlə və neytron sayısı da artır soldan sağa istiqamətdə. Proton sayısı ən çox olan Y-dir. Deməli, yanlışdır. Atom radiusu soldan sağa getdikcə kiçilir. Onda kiçik olduğuna görə də X böyükdür Y-dən, yanlışdır. Valent elektron sayısı, element atomu qrup üzrə soldan sağa gedən zaman qrup nömrəsi artdığına görə də valent elektron sayısı artır. Çünki niyə? Valent elektron sayı bərabərdir qrupun nömrəsinə. Avtomatik, bəli, doğrudur. Y 5-ci qrup 5 valent elektrondur. X-də isə 2-ci qrup 2 valent elektrondur. Y böyükdür X-dən, doğrudur. Reduksiya edicilik isə soldan sağa azalır. Onda qüvvətli olan soldakıdır. Onda X böyükdür Y-dən, doğrudur. 3-4. Y variantı.
17-ci sual. Gəlin baxaq suala. Dövr cədvəldə ox soldan sağa, yəni dövr daxilində proton sayısı artdıqca və yaxud da sıra nömrəsi artdıqca, soldan sağa getdikcə dövr sistem cədvəlinin verilmiş istiqamətində nə azalır? Əlbəttə ki, metallığa aid olan xassələr soldan sağa azalır, yuxarıdan aşağı artır. Soldan sağa metallıqla əlaqəli xassələrə baxırıq. Metallıqla əlaqəli metallığın özüdür, yəni C variantıdır. Həmçinin də reduksiyicilik, əsasilik və atom radiusu da aiddir metallı xassəyə. Bununla əlaqəlidir. Əgər olsaydı o da olardı. O da ola bilərdi. Cavab olur burada C variantı. Növbəti. 18. Hansı elektron formuluna malik olan element daha qüvvətli reduksiyicidir? Özünüz dəqiq baxın. Konkret nə idi qaydamız? Dövrü qrupundan böyük olan ya da dövrlər eyni olan zaman qrupu ən kiçik olan. Dövrü ən böyük olub da mümkün dərəcə qrupu ən kiçik ola bilən B variantı 3s2p1-dir. Bəli, bu 3-cü dövrün 3 ayarım qrupunda olan elementdir. Bu daha qüvvətli reduksiyicidir. 19. Yenə kiçik dövr elementlərinə ibarət olan bir cədvəl verilibdir. Cədvəlin bir hissəsi verilibdir. Deməli, avtomatik nəyə baxırıq? Bu cədvəldə alt-alt elementlərdə sıra fərqi, bu m-dirsə, bu m plus 8-dir, 8 byte fərq edir. Soldan sağa isə burada 9 olur, m plus 9, m plus 10, m plus 11 və m üstəgəl 12. Yəni elementlər arasındakı mümkün dərəcə sıra fərqi belə hesablanır. Deməli, X atomunda S elektron sayısı daha çoxdur. Gəlin baxaq. Deməli, soldan sağa getdikcə, avtomatik və aşağı düşdükcə elektron sayı daha çox olur. Hansı element atomunda mümkün dərəcə elektron sayı daha çox olarsa, həmin element atomunun ümumiyyətlə elektron sayısı və həmçinin də sp elektron sayısı daha çox ola bilər. Ona görə də X yanlışdır. Burada elektron sayısı və ya sıra nömrəsi ən böyük olan Z-dir. Bir yanlışdır. Z atomunda P elektronların sayı daha çoxdur. Bəli, ən çox elektron Z-də olduğuna görə, Z atomunda elektron sayı çox olduğuna görə də elektron növləri də çox ola bilər, doğrudur. X və Y-in valent elektron sayı bərabərdir. Bəli, alt-alta yerləşən əsas yarım qrup elementlərində kiçik dövr elementləri hamısı əsas yarım qrup elementləridir. Bəli, onlarda eyni qrupda olanların valent elektron sayısı, həmçinin də qrup nömrəsi eyni olur. Z daha qüvvətli reduksiya edicidir. Yanlışdır. Çünki soldan sağa getdikcə reduksiyicilik azalır. Yuxarıdan aşağı artır. Burada ən güclü reduksiyedici Y-dir. Ona görə də 4 yanlışdır, 2-3 D variantı. 20-ci sual. Elektron formu verilmiş elementləri oksidləşdiricilik qabiliyyətlərinin artma-artçılığı. Deməli, burada qayda nədir? Dövrü daha kiçik, qrupu daha böyük olan qüvvətli oksidləşdiricidir. Dövrü böyük, qrupu kiçik olan qüvvətli reduksiyecidir. Dövrlər eyni olan zaman qrupu daha böyük olan qüvvətli oksidləşdiricidir. Qrupu kiçik olan isə zəif oksidləşdiricidir. Yəni, baxaq burada. Ən zəif oksidləşdirici dövrlər hamısı 2-dir. Onda qrupa baxaq. Qrupu ən kiçik olan 2s üstü 2, 2p üstü 2-dir. Yəni, 4-cü qrup. Onda qrupu ən kiçik olan 3-dür. Daha sonra qrupu qismən böyük olan 1-dir və qrupu ən böyük olan 2-dir. Onda avtomatik budur ardıcıllıq. Gördüyünüz kimi yazaq ardıcıllığı. Bəli, ən zəif oksidləşdirici 3, sonra 1, ən güclü isə 2-dir. 3, 1, 2. 3, 1, 2. Y variantı. 21-ci sual. Dövr sistem cədvəlindən bir hissə verilibdir. X, Y və Z elementlərini oksidləşdiricilik qabiliyyətlərinin artma artçılığı. Element atomu nə qədər yuxarı sağ tərəfdə olsa güclü oksidləşdirici olur. Yəni, dövrü kiçik, qrupu böyük olan Y-dir. Daha sonra qismən zəif oksidləşdirici daha aşağıda, daha sağ tərəfdə Z-dir. Ən zəif oksidləşdirici daha aşağı, daha sol tərəfdə X-dir. Yəni, dövr daha böyük, qrupu daha kiçik. Onda bizə nəyə soruşur? Artma artçılığı. Ən zəif oksidləşdirici dövrü böyük olub da qrupu kiçik olan X-dir. Sonra Z-dir. Ən qüvvətli oksidləşdirici isə Y-dir. X, Z, Y. X, Z, Y. C variantı. 22-ci sual. Natrium 11 və kalium 19 üçün eyni olan nədir? Gəlin əvvəlcə bunları kodlaşdıraq. Natrium 11-i kodlaşdıran zaman 3s1 ilə bitirən sonu, kalium 19-u kodlaşdıran zaman kodlaşdırın 4s1 ilə. Hər ikisində valent elektron sayısı eyni olduğuna görə eyni qrup elementləridir. Ona görə də 2 doğrudur 100%.
Atom radiusu təbəqə nömrəsi ən böyük olan ən böyük olur. Deməli, təbəqəsi ən böyük olan kalium 19,4s1-dir. Ona görə atom radiusu ən böyük olan 4s1-dir. Bir yanlışdır, eyni olanmaz. Reduksiya edicilik qabiliyyəti daha güclü olan dövrü ən böyük olandır. Metallıq xassəsi ən çox olandır. Ona görə 4s1 olan kaliumun reduksiyalı xassəsi daha çoxdur. Nəinki natrium 3s1. Və ona görə yanlışdır, eyni olanmaz. Yalnız eyni olan nədir? Kəmiyyət cəhətdən valent elektronların sayısı və qrup nömrəsi eynidir hər iki elementin. Ona görə də yalnız 2 B variantı. Hansı elementlər hidrogen ilə uçucu olmayan birləşmələr? Qısa konkret metallar. Harda metal görsəz, metalların hidrogenlə birləşməsi uçucu olmayandır. 1A, 2A, 3A elementləri ən çoxdur və həmçinin də digər bütün metalların hidrogenlə birləşməsi uçucu olmayan bərk halda maddədir. 1 ilə 4. C variantı. Baş oksidin formulu X2O3 olan əsas yarımqrup elementi X hansı elektron formu malik ola bilər? Burada ən rahat qayda nədir? Deməli, oksigenin oksidləşməsi -2-dir iyon yükü, X-inki M-dir. Qaydamız nədir? Elementin hər birinin birləşmə daxilində öz indeksini öz yükünə vurub toplayırsunuz, cəbri cəm bərabərdir 0-a. X-in ayağında 2-dir, X-in oksidləşməsi M-dir, üstəgələk oksigen ayağı 3-dür və oksidləşmə -2-dir. Cəbri cəm bərabərdir 0, 2M çıxaq 6 bərabərdir 0, 2M bərabərdir 6, M bərabərdir -3. Deməli, 3-cü qrup. X-in maksimum oksidləşməsi oksigenlə birləşən zaman -3-dür. Və yaxud da digər rahat yol nədir? Element birləşmənin ayağındakı indeksindəki rəqəmlər qarşılıqlı sadətlər olan zaman bir elementin ayağındakı rəqəm digər elementin oksidləşmə dərəcəsidir. Onda 2 oksigenə aiddirsə, 3 də X-ə aiddir müsbət qiymətlə. Avtomatik X elementi oksigenlə birləşən zaman ali oksidlərdə özünü göstərir maksimum oksidləşmə dərəcəsində. Maksimum oksidləşmə dərəcəsi demişdik nəyə bərabərdir? Avtomatik N qrupun nömrəsinə. Deməli, bu elementin qrupu 3A-da yerləşir. 3A. Müsbət 3, maksimum 3A. Demək, gəlin baxaq. S ilə P-dəki elektronların cəmi hansı variantda 3 eləyir? Bəli, 3s2P1. Dövr 3-dür, N-ə ehtiyac yoxdur. Əsas qrup nömrəsi S ilə P-nin cəmi 3 eləməlidir. 25. Hidrogenli birləşmələr bərk halda. Bayaq sizə rahat qayda demişdik. Deməli, bərk halda olanda, uçucu olmayan şərt olanda, hal olanda, onda hidrogen sayı bərabərdir qrupun nömrəsi 1A. Qaz halında isə 8-dən çıxırıq hidrogen sayısını, 8 çıxaq 2, 6A. Qaz halında 8 çıxaq 1, 7A. Deməli, 1A qrup elementinin ən son təbəqəsində S ilə P-də 1 valent elektron olur. Deməli, NS1 qısa formulu. 6A qrupunda 6 valent elektron var. S ilə P-yə 6 elektron paylayaq. NS2, NP4. 7A qrupunda isə NS2, NP5. Cavab olur bu formada. Ən rahat yolu. X NS1, Y NS2, NP4, Z isə NS2, NP5. O da C variantı. Bu qədər. 26. Hidrogenli birləşmələrin formulu XHN. Uçuculuq qabiliyyəti uçsuzdur. Uçucu qayda şərti varsa da avtomatik qrup nömrəsi 4 və 4-dən böyük olacaqdır. 1, 2, 3 olanmaz. N-in qiyməti əgər 3-dürsə, 5-ci qrup. Bəli, şərt ödəyən, gəlin gör şərt ödəyir. Uçucu olan zaman, deməli, qayda nədir? Hidrogenin ayağındakı rəqəm nəzərə alınır və 8-dən çıxılır hidrogen ayağındakı rəqəm. Bərabər qrup nömrəsinə. Əgər uçucu olarsa da, N3 olanda, yerinə 3 yazanda burada 8 çıxılsın 3, 5-ci qrup şərt ödəyir. Uçucu olanda, N2 olanda 8 çıxaq 2, 6, 6-cı qrup şərt ödəyir. 8 çıxaq 2, 2-ci qrup ödəmir. Çünki 8-dən 2 çıxanda 6 eləməlidir. Bəli, onda bu uçucu olmayan şərt uyğun gələ bilər. 1 və 2 uyğun gəlir, D variantı. 27. Hidrogenli birləşmələrin formulu. XHN, YHN çıxaq 1. Bəli, XHN-də şərt nədir? Yenə uçucudur. Yenə eyni qaydadır. YH indeksində N çıxaq 1 uçucu deyil. N-in qiymətinə uyğun olaraq X və Y-in dövri sistem cədvəlində yerləşdiyi əsas yarım qrupun doğru verildiyi halları müəyyən edək. Gəlin baxaq. Şərti ödəyən qaydanı baxaq görək. Düsturla. N-in qiyməti 3 olanda 8-dən 3 çıxanda 5A şərti ödəyir. N-in qiyməti 3 olan zaman 3-dən 1 çıxanda 2 olur və uçucu olmayan olanda isə hidrogen sayı bərabər qrupun nömrəsi. Burada 2 alındıqda 2 bərabərdir 2-ci qrupa şərti ödəyir. 1 uyğun gəlir. N-in qiyməti 2 olanda 8-dən 2 çıxanda 6A uçucu olan uyğun gəlir. N-in qiyməti 2 olanda 2-dən 1 çıxanda 1 qalır və uçucu olmayanda isə
hidrogen ayağındakı say 1 bərabərdir qrupun nömrəsinə. Şərt ödəmir. Burada 2 yazıbdır. 1 olmalıydı. N-in qiyməti 3 olan zaman 8 deməli çıxaq 3 5A, burada 3A avtomatik səhvdir, yanlışdır. Da baxmağa ehtiyac yoxdur. Cavab olur yalnız 1. Elektron formulu verilmiş elementlərin oksidləşdiricilik qabiliyyətlərini müqayisə edin. Bəli, bayaq demişdim, dövrü kiçik, qrupu böyük, qüvvətli oksidləşdirici və yaxud da qeyri-metal xassələridir. Yox, əgər dövrlər eyni olan zaman qrupu daha böyük olan qüvvətli oksidləşdiricidir, qrupu kiçik olan zaman isə əksinə zəif olur. Burada deməli oksidləşdiriciliyi ən zəif olan dövrü ən böyük olandır. Yəni 3-dür. Çünki niyə? Dövr ən böyük olan zaman qeyri-metallıq zəifləyir. Daha sonra 1 və 2-ni müqayisə edək. 1 və 2-də qrupu ən böyük olan qüvvətli qeyri-metaldır, dövrlər eynidir və qrupu kiçik olan zəif qeyri-metaldır. Onda ən zəifi 1-dir burada, 3-dən böyükdür ancaq və ən qüvvətlisi isə 2-dir. Bəli, budur ardıcıllıq. 3 kiçikdir 1-dən, o da kiçikdir 2-dən, yəni C variantı. Elektron formu verilmiş elementləri reduksiya edicilik qabiliyyətlərindən arzulayıb düzün. Bəli, burada yenə eyni qaydadır. Dövrü ən kiçik olan zəif metal xassəli olur və yaxud da zəif reduksiya edici olur. Dövr böyüdükcə, qrup kiçildikcə reduksiya xassı artır. Burada baxırıq ki, dövrlər 2, 2 və 3-dür. Dövrü ən böyük olan, deməli 3-cüdür. Bu ən qüvvətli reduksiya edici və yaxud da əsası xassəlidir. 1-dən 2-də isə dövrlər 2, 2 eynidir. Baxın qrupun nömrəsinə. Birincidə qrupun nömrəsi 2-dir, ikincidə isə 5-dir. Onda avtomatik burada qrupun nömrəsi ən böyük olan daha zəif reduksiya edicidir. Onda ən zəifi 2-dir, daha sonra 1-dir və ən qüvvətlisi isə 3-dür. Çünki niyə? Dövrlər müxtəlif olanda, qruplar eyni olanda dövrü daha böyük olan qüvvətli reduksiya edicidir. Dövrlər eyni olanda qrupu ən kiçik olan qüvvətli reduksiya edicidir. Qrupu böyük olan isə zəif reduksiya edicidir və yaxud da zəif əsas xassəlidir. Ona görə də doğru cavab olan 2, 1, 3 ardıcıllığı. O da C variantı. 30-cu suala gəlin baxaq. Deməli, dövr sistem cədvəlindən kiçik dövr elementləri X, Y və Z üçün hansı ifadələr doğru verilmişdir? 1. Deyir ki, X, Y və Z, Y, X sırasında atom radiusu azalır. Deməli, atom radiusu azalması nə qədər yuxarı, nə qədər sağda olarsa. Yəni, qrup daxilində aşağıdan yuxarı, dövr daxilində isə soldan sağa gedən zaman atom radiusu azalır. Onda avtomatik atom radiusu azalmağı deyir ki, Z, Y, X sırasında. Z, Y sırasında geri qayıdan zaman radius Z-dən Y-ə doğru geri qayıdan zaman artır və Y-dən X-ə qalxan zaman azalır. Deməli, bir qayda azalmır, yanlışdır. X, Y, Z sırasında reduksiya edicilik artır. X, Y, Z yuxarıdan aşağı xassi cəhətdən artır, ancaq soldan sağa reduksiya edicilik azalır. Çünki dövr daxilində soldan sağa gedən zaman qeyri-metallıq artır, yəni oksidləşdiricilik. Z, X, Y sırasında iyonlaşma enerjisi azalır. Z, X, Y. Bəli, burada deməli ən sağ tərəfdə olan daha qüvvətli qeyri-metaldır, daha qüvvətli iyonlaşma malik olandır, Z-dir. Daha sonra X qismən zəifdir və Y isə daha qüvvətli metal xassəlidir, yəni iyonlaşması daha da azdır. Onda ən doğru cavab yalnız 3-dür. Növbəti. Dövr sistem cədvəlinin əsas yarımqrup elementləri olan X, Y və Z üçün nə doğrudur? Gəlin baxaq. Deməli, soldan sağ qrup elementləridir, yəni qruplardır. 1, 2-ci qrup, 3, 4, 5, 6, 7 və 8. Gördüyünüz kimi 8 əsas qrup var. 8 qrupdan deməli, dövrləri yazaq. Bura birinci dövrdür soldan sağa, bu 2, bu da 3-cü dövrdür. X, S elementdir. Gəlin baxaq. Bir A yarımqrup elementlərinin qısa elektron formu demişdik ki, NS üstü 1-dir. Çünki niyə? 1A qrupunda 1 valent elektron var. 1 valent elektronu S ilə P-yə paylayan zaman NS1 düşür. 2A yarımqrupu NS üstü 2 olur. 2 valent elektronu S ilə P-yə paylayan zaman ən son təbəqəyə NS2 düşür. 3A yarımqrupunda isə ikisi S-ə NS2, biri P-yə NP1. 4A qrupunda NS2, NP2. 5A qrupunda NS2, NP3, çünki 5 elektrondur.
6 adası NS2, MP4. Yəni bu minvalla hər dəfəsində valent elektron sayı 1 bayt artdığına görə SNP-yə paylanan elektron sayısı da 1 bayt artır. 7A qrupunda NS2, MP5 və 8 ada isə NS2, NP6. Deməli, X S elementdir. Bəli, çünki niyə? X-in qısa elektron formulu NS2 olduğuna görə ən son elektron S-lə bitir. Doğrudur. Radiusu ən böyük olan Y-dir. Yanlışdır. Radiusun artması yuxarıdan aşağı qrup daxilində olur. Çünki dövr nömrəsi artdıqda radius daha da artır. Ona görə də yanlışdır. X2 müsbətlə Z1 mənfi iyonlarının elektron sayısı bərabərdir. Gəlin yoxlayaq. X elementinin sıra nömrəsi hər dama bir vahid artım deməkdir. Hər dama bir xal deməkdir. Bir proton sayı deməkdir. 1, 2, 8 burada 10 və 2 burada 12. X-in sıra nömrəsi xana sayına görə 12-dir. Yəni 12 protonu var. 2 müsbət olan zaman proton çıxı iyon yükü 10 elektron. Demək, elektron sayısı 10-dur. Z1 mənfidə isə gəlin yoxlayaq. 2 burada və 3, 4, 5, 6, 7, 8, 9. Z-in sıra nömrəsi 9-dur. 1 mənfi olan zaman, yəni 9 proton çıxaq 1 mənfi 10. Bəli, hər iki zərrəcikdə elektron sayısı bərabərdir. Yəni izoelektrondurlar. 1 və 3. D variantı. 32. Hansı elektron formuna malik atomlarda həyəcanlanma baş verə bilər? Qısa konkret deyək, həyəcanlanmanın şərti nə idi? Ən son təbəqədə cüt elektron və cüt elektrondan sonra boşxana. Deməli, 3s2, 3p, 3d1-də S-də bir cüt elektron var. P-də elektronlar tək-təkdir. Cüt yoxdur. D-də isə gördüyünüz kimi 5 xana 1 tək. Bəli, burada şərt ödəyən nədir? Həm eyni təbəqədə cüt elektron var, 3s2 və 3d-də isə 1 tək elektron var. Yəni boş xana var. Bəli, boş xana olduğuna görə yadda saxlayaq. Boş xana sayısı cüt elektron sayından çoxdursa, onda avtomatik ən son təbəqədə nə qədər cüt elektron varsa, cüt elektron sayı qədər həyəcanlanma baş verə bilər. Bir cüt elektron, bir dəfə həyəcanlanma. Bəli, bu həyəcanlana bilər. 3s2, 3p3-də, yenə P-də 3 xana 3 tək elektron, ancaq S-də 1 xana 2 elektron və 3p-dən sonra bildiyiniz kimi 3d gələ bilər və 3d-də bildiyiniz kimi 5 boş xana var. Yenə də cüt elektron sayısı boş xana sayından azdır və avtomatik cüt elektron sayı qədər həyəcanı baş verə bilər. Əgər boş xana sayısı yetərli qədər çoxdursa, atomun ən son təbəqəsində nə qədər cüt elektron varsa, cüt elektron sayı qədər həyəcanlama baş verə bilər. Demək, doğrudur. Həyəcanlanır və bir dəfə həyəcanlanır. 3s1, bir tək elektron. Baxmayaraq 3s-dən sonra 3p və 3d var hələ də. Bunların hamısı boşdur. Ancaq bir tək elektron var. Həyəcanlamanın şərtinin biri pozuldu. Yəni, cüt elektron yoxdur. Boş xana var, ancaq cüt elektron yoxdur. 4-də isə 2s2, 1 cüt, 2p4, 3 xana, 1, 2, 3, 4. Gördüyünüz kimi 4-cü şərtdə cüt elektron yetəri qədər var, 2 cüt elektron var ən son təbəqədə, ancaq boş xana yoxdur. Boş xana olmadığına görə, yəni 2p-də boş xana yoxdur və ya ikinci təbəqədə p-dən başqa boş sinif olmadığına görə, 2D yox olmadığına görə, 2D mümkün olmadığına görə 4-dəki elementin elektron quruluşunda həyəcanlanma baş verə bilməz. Yanlışdır. Cavab olur 1 və 2. C variantı. 33. Gəlin baxaq. Dövr sistem cədvəli verilibdir. Dövr sistem cədvəlinin kiçik dövr elementlərindən 1, 2, 3. Deməli, bu birinci dövrdür, bu 2, bu üçüncü dövrdür. Bəli, kiçik dövr elementləridir. Nə doğrudur? Z-in radiusu X-in radiusundan böyükdür. Xeyr, dövr daxilində proton sayısı artdıqca, soldan sağa getdikcə sağdakı elementin radiusu daha kiçilir. Nəyə görə? Çünki təbəqə sayı dəyişmir, soldan sağa elektron sayısı və proton sayısı artdığına görə nüvə təbəqələrdəki elektronları özünə çox cəzb edir deyə avtomatik məsafə, radius kiçilir. Ona görə yanlışdır. Y-in reduksiyicilik qabiliyyəti X-dən böyükdür. Deməli, bəli, yuxarıdan aşağı qrup daxilində demişdik ki, reduksiyacı xassə artır. Bəli, ona görə də Y böyük X-dən doğrudur. Çünki metallı xassə artır və atom radiusu artır deyə əsasilik xassəsi artır. X və Y-in valent elektron sayısı bərabərdir. Bəli, eyni yarım qrupda yerləşən elementlərin valent elektron sayısı da eyni olacaqdır. Söhbət gedir əsas yarım qrup elementlərindən. Cavab olur 2 və 3. A variantı. Növbəti 34. Verilmiş istiqamətdə dövr sistemin əsas yarımqrup elementləri üçün nə artır? Gəlin təkrarlayaq. Yuxarıdan aşağı artanlar nələrdir? Metallıq və metallığa aid olan xassələr. Yəni metallıq xassəsi, atom radiusu,
əsasilik və eyni zamanda reduksiya ezicilik xassəsi. Gəlin baxaq hansı var burada? D variantı metallıq və xassəsi və atom radiusu. Bəli, hər ikisi artır. 35. Hansı elektron formuna malik atomda həyəcanlanma zamanı elektronun S yarımsəviyyəsindən P yarımsəviyyəsinə keçidi baş verir? Bunun məsələnin şərti nədir? Deməli, S yarımsəviyyəsində ən azından cüt elektron qalmalıdır ki, S-dən P-yə elektron keçsin. Avtomatik P yarımsəviyyəsində boşxana olmalıdır ki, S-də olan bir cüt elektrondan biri keçsin P-nin boşxanasına. Yəni, ən azından P-də heç olmasa bir boşxana qalmalıdır. Baxırıq ki, Y variantında 2S2 bir cütdür, 2P2-də isə 3 xana 2 elektron təkdir. Avtomatik burada nə baş verir? Deməli, burada 2S2-dəki bir cüt elektrondan biri keçir, ən yaxın boşxana olan 2P-yə olur. Avtomatik birinci həyəcanlanma Y1, birinci iyonlaşma enerjisi verilir atoma və olur 2S1, 2P3. S-də bir tək, P-də isə 3 xana, 1, 2, 3 elektron. Gördüyünüz kimi cavab olur Y variantı. Növbəti. Elektron formulu verilmiş hansı atomun həyəcanlanması zamanı elektronun S yarımsəviyyəsindən D yarımsəviyyəsinə keçidi baş verə bilər. Bayaqki sualın eyni analogiyasıdır. Burada da eyni qaydada S yarımsəviyyəsində bir cüt elektron olmalıdır ki, ən azından həyəcanlanma baş versin və eyni zamanda D yarımsəviyyəsinə elektron keçirsə, deməli burada P yarımsəviyyəsində boş xana yoxdur. Ən azından hər birində bir tək elektron var və D-yə keçid baş veribsə, deməli D-də boş xana olmalıdır. Gəlin baxaq. S-ində elektron sayısı cütdür və P-də isə hər birində ən azından tək elektron. Baxın, B variantı. Yenə deyirəm, bunun məntiqi nədir? Yəni, P-dəki elektronlar həyəcanlana bilibdir və yaxud da P-də elektron tək-tək qalıbdır. Boş yer olmalıdır və S-dəki elektrondan biri keçir D orbitalına. Yəni, 3S2 P3-də şərt ödəyir. S-də bir cütdür, P-də 3 təkdir və D-si bunun boşdur. Ona görə B variantı şərti ödəyə bilər, şərt ödəyir. Növbəti 37. Əsas yarımqrup elementləri X, Y, Z, dövrləri 2, 2, 3 və qrupu 5, 3, 5. X, Y və Z elementlərinin radiuslarının azalma sırası. Radius nə zaman böyük olur? Dövr qrupundan böyük olanda və yaxud da dövrlər eyni olan zaman qrupu daha kiçik olanda. Gəlin baxaq. Deməli, burada mümkün dərəcə dövrü daha böyük olub da qrupu daha kiçik olan və yaxud da qrupları eyni olanda dövrü daha böyük olan Z-dir. Z-in atom radiusu ən böyükdür. Ən böyük. Daha sonra X və Y müqayisə eləyək. Qrup nömrəsi eyni olan zaman dövrü daha kiçik olanın daha doğrusu qrupu daha kiçik olanın dövr eyni olan zaman qrup daha kiçik olduqda radius qismən böyük olur. Onda X, Y-də müqayisə etdikdə hər ikisində dövr eyni olsa da qrupu daha kiçik olan deməli Y-dir, 3-cü qrupdur. Ona görə də bunun radiusu qismən azdır, ancaq X-dən böyükdür və radiusu ən kiçik olan qrupu ən böyük olan dövrü eyni olsa da qrup ən böyük olandır. Yəni X-dir. Bəli, müqayisə etsək Z böyükdür Y-dən də böyükdür X-dən. Yəni azalma ardıcılığı Z, Y, X. Z, Y, X, B variantı. Növbəti. X, H2 formuluna malik maddə uçucu olarsa, qısa konkret tez tapaq, uçucu birləşmələrdə deməli N qrupun nömrəsi bərabərdir 8 çıxılsın N hidrogen sayısı. Bəli, yerinə qoyun. N qrup bərabərdir 8 çıxaq XH2 2 hidrogen. Buradan da N qrupun nömrəsi bərabərdir 6. Yəni 6-cı qrup. Elementimiz yerləşir 6-cı qrupda. Bir doğrudur. Sıra nömrəsi 12 ola bilər. 12-ni kodlaşdıraq. Görək qrupu 6 edirmi? Yəni qrup 6 alınırmı? 1S üstü 2, 2S üstü 2, 2P üstü 6, 3S üstü 2. Bəli, 3-cü dövr 2A-sı. Qrup nömrəsi dövr 3, qrupu isə 2A. Xeyr, alınmadır. Deməli, bu ola bilməz. 6-cı qrup elementimiz uçucu birləşmə əmələ gətirdiyinə görə bu qeyri-metaldır. Çünki metallar heç bir zaman hidrogenlə uçucu birləşmələr əmələ gətirmir. Ona görə də metallar 1-2-3A qrupunda ən çox olur. Qeyri-metal doğrudur. Bəli, 1-4 A variantı. 39.
3s üstü 2, 3p üstü 3, 3d üstü 2 elektron formu malik olan xlor atomunun əmələ gətirdiyi birləşmələrdə oksidləşmə dərəcəsi və valentliyini müəyyən edin. Burada sizə ən rahat yolu deyim. Deməli, bu atomun həyəcanlanmış halıdır. Çünki P-dən D-yə elektron keçibdir. Xlorun bu normal yox, həyəcanlanmış halıdır. Və həyəcanlanmış halda isə element atomu avtomatik nə qədər tək elektron əmələ gətirirsə, tək elektron sayı qədər valentliyi və müsbət oksidləşmə dərəcəsi olur. Baxın, burada bu xlor elementinin bu vəziyyətində atomunun P-də 3, D-də 2, yəni 5 valent elektron var. 5 valent elektron olduğuna görə, deməli bunun 5 valent elektronu tam istifadə etdikdə valentlik olur 5 valentli və oksidləşmə dərəcəsi də yadda saxlayın, qısa konkret. Həyəcanlanma baş veribsə, oksidləşmə dərəcə bərabərdir tək elektronların sayına, müsbət qiymətlə. 5 tək elektron, yəni müsbət 5. 5 valentli və müsbət 5 oksidləşmə dərəcəsi. D variantı. Növbəti. Deməli, 40-cı sual. Dövri sistem cədvəlinin kiçik dövrlərindən bir hissə verilmişdir. X, Y və Z elementlərinin reduksiya edicilik qabiliyyətini müqayisə edin. Deməli, qüvvətli reduksiya edici daha aşağıda, daha sol tərəfdə olmalıdır. Yəni, daha aşağıda dövr böyük, daha sol tərəfdə qrupu kiçik. Bəli, deyək ki, birinci qrupu ikinci qrupdursa, bu birinci dövr və ikinci dövrdürsə, dövr daha böyük, qrup daha kiçik. Deməli, ən güclü reduksiya edici Y-dir. Daha sonra deməli, buna nisbətən qismən zəif olan reduksiya edici Z-dir və ən zəifi isə X-dir. Yəni, müqayisə Y böyükdür Z-dən, böyükdür X-dən, yəni A variantı. Deməli, şagirdlər, burada sual sayısı çox olduğuna görə məqbul sayıram ki, hissə-hissə edək. Yəni, 40-cı suala kimi tam izah verildi. Növbəti videolarımızda da ardı olacaqdır. İzləmədə qalın, videoları bəyənin, paylaşın ki, daha çox insanın ələ çatsın, izahları görsün və bundan istifadə etsin. Çox sağ olun, izləmədə qalın.